torpaqlarda elə insanlar yaşayıb ki, adları tarix kitablarına düşməyib. Amma onların yaşadığı iman, çəkdiyi əzab və göstərdiyi sədaqət bir millətin yaddaşına çevrilib. Bu film silaha deyil, imana sarılıb savaşan bir insanın ömründən bəhs edir. Bu, qorxu içində susmayanların, sürgündə sınmayanların hekayəsidir. Bu, imanla yaşanan bir ömürdür. Fərəcov Fəyyaz Qasımoğlu 1921-ci ildə Lənkəran qəzasının indiki Masallı rayonunun Qasımlı kəndində ruhani ailəsində anadan olmuşdur. Gənc yaşlarından dini biliyə, mənəvi kamilliyə böyük maraq göstərmişdir. Ailəsinin dindarlığı, əxlaqi saf mühiti və dövrün tanınmış alimləri ilə yaxınlığı onun formalaşmasına ciddi təsir göstərmişdir. Fəyyaz kişinin babası Fərəz Kərbəlayı Mirzə Qasımoğlu 1828-ci ildə Qasımlı kəndində anadan olmuş, Qasımlı kənd mədrəsəsində dini təhsil almış və ərəb, fars dillərini mükəmməl şəkildə öyrənmişdir. 1886-1909-cu illərdə Hüseyn Hacılı kənd icmasının Hüseyn Hacılı, Qasımlı, Tağılı və Ətçələr kəndlərinin kəndxudası vəzifəsində çalışmışdır. Fərəz kişi 2 dəfə ailə həyatı qurmuşdur. Birinci həyat yoldaşı Südabə İsa qızı 1832-ci ildə Lənkəran qəzasının Qızılağac kəndində anadan olmuşdur. Fərəz kişinin Südabə xanımından olan övladları 1. Qasımov Hüseyn Fərəcoğlu 1855-ci ildə anadan olmuş və 1925-ci ildə Qasımlı kəndində vəfat etmişdir. 2. Qasımov Şükür Fərəcoğlu 1858-ci ildə anadan olmuşdur. 1905-ci ildə Neftçala rayonuna köçmüş və 1934-cü ildə Neftçala rayonunda vəfat etmişdir. 3. Qasımov Şahmar Fərəcoğlu 1862-ci ildə anadan olmuşdur. 1913-cü ildə Neftçala rayonuna köçmüş və 1936-cı ildə Neftçala rayonunda vəfat etmişdir. 4. Qasımov Qafar Fərəcoğlu 1868-ci ildə anadan olmuşdur. 1915-ci ildə Neftçala rayonuna köçmüş və 1931-ci ildə Neftçala rayonunda vəfat etmişdir. 5. Qasımov Rızaəli Fərəcoğlu 1876-cı ildə anadan olmuşdur. Azərbaycan SSR Cinayət Məcəlləsinin 72-ci antisovet təbliğatı maddəsi ilə təqsirli bilinərək 25 dekabr 1937-ci ildə Sibirə, Rusiyanın Tomsk vilayətinin Baxça rayonuna sürgün edilməsinə və güllələnməsinə qərar verilmişdir. 6. Qasımov Gəncəli Fərəcoğlu 1881-ci ildə anadan olmuşdur. Azərbaycan SSR 141-ci möhtəkirlik maddəsi ilə təqsirini bilinərək 3 dekabr 1937-ci ildə Moskva ətrafında güllələnməsinə qərar verilmişdir. 7. Qasımov Bürcəli Fərəcoğlu 1883-cü ildə anadan olmuşdur. 1915-ci ildə Neftçala rayonuna köçmüş və 1939-cu ildə Neftçala rayonunda vəfat etmişdir. Südabə İsa qızı 1888-ci ildə Qasımlı kəndində vəfat etmişdir. Fərəz kişinin ikinci həyat yoldaşı Sümbülə Ağammət qızı 1849-cu ildə Qasımlı kəndində anadan olmuşdur. Fərəz kişinin Sümbülə xanımdan olan övladları 1. Qasımova Mərcan Fərəc qızı 1895-ci ildə Qasımlı kəndində anadan olmuşdur. Sadə, evdar xanım olmuşdur. 2 fevral 1946-cı ildə Masallı rayonu Qasımlı kəndində vəfat etmişdir. 2. Qasımov Qasım Fərəcoğlu 1897-ci ildə Qasımlı kəndində anadan olmuşdur. Azərbaycan Xalq Cumhuriyyəti əskərlərinə maddi yardım etdiyinə və türkçülüyü təbliğ etdiyinə görə
1937-ci ilin 14 mart tarixində həyat yoldaşı Qasımova Xeyrənisə Əli qızı ilə bərabər Stalin repressiyasına məruz qalmışdır. 17 dekabr 1981-ci ildə Rusiyanın Kemerov vilayətinin Marinsk şəhərində vəfat etmişdir. 3. Qasımov Mürsəl Fərəcoğlu 1899-cu ildə Qasımlı kəndində anadan olmuşdur. 1935-ci ildə Hüseyn Hacılı kəndinə köçmüş və 1946-cı ildə Hüseyn Hacılı kəndində vəfat etmişdir. 4. Mirzəyeva Gülsüm Fərəc qızı 1901-ci ildə Qasımlı kəndində anadan olmuşdur. 1917-ci ildə Lənkəran qəzasının Hüseyn Hacılı kəndindən olan Mirzəyev Cabbar Vəlioğlu ilə ailə həyatı qurmuşdur. Azərbaycan SSR Cinayət Məcəlləsinin 72-ci antisovet təbliğatı maddəsi ilə təqsirli bilinərək 18 sentyabr 1937-ci ildə həyat yoldaşı ilə birgə həbs edilməsinə və Sibirə, Rusiyanın Tomsk vilayətinin Bağçar rayonuna sürgün edilməsinə qərar verilmişdir. 21 sentyabr 1937-ci ildə sürgündə vəfat etmişdir. 5. Qasımov Fərrux Fərəcoğlu 1906-cı ildə Qasımlı kəndində anadan olmuşdur. Azərbaycan SSR 141-ci möhtəkirlik maddəsi ilə təqsirli bilinərək 5 avqust 1937-ci ildə Moskva ətrafında güllələnməsinə qərar verilmişdir. Fərəc Kərbəlayi Mirzə Qasımoğlu 1919-cu ildə Qasımlı kəndində 91 yaşında vəfat etmişdir. Fəyyaz kişinin atası Qasımov Qasım Fərəcoğlu da öz dövrünün savadlı şəxslərindən biri olmuşdur. Ərəb və fars dillərində yazmağı və oxumağı atasından öyrənmişdir. O, 1921-ci ilin yanvar ayında Lənkəran qəzasının Öncəqala kəndindən olan Qasımova Xeyrənisə Əli qızı ilə ailə həyatı qurmuşdur. Bu evlilikdən 1921-ci ildə Fəyyaz Fərəcov, 1932-ci ildə Museyib Fərəcov, 1933-cü ildə Seyfullah Fərəcov dünyaya gəlmişdir. Çox keçmir ki, Stalin repressiyası bu ailənin xoşbəxtliyini əlindən alır. Belə ki, Qasımı əks inqilabi fəaliyyətinə, Azərbaycan Xalq Cumhuriyyəti əskərlərinə maddi yardım etdiyinə və türkçülüyü təbliğ etdiyinə görə 1937-ci ilin 14 mart tarixində həyat yoldaşı Qasımova Xeyrənisə Əli qızı ilə bərabər həbs etmişlər. Qasım kişi sürgün edildiyi Volqolad Privolski məcburi əmək düşərgəsində saxlandığı müddətdə ağır işgəncələrə məruz qalmışdır. Xeyrənisə xanım isə 10 aprel 1937-ci ildə Qazaxıstan SSR-nin Cambul, indiki Taraz şəhərində vəfat etmişdir. Qasımov Qasım 1955-ci ilin 7 mart tarixində Volqolad Privolski məcburi əmək düşərgəsindən Kemerov vilayətinin Marinsk şəhərində yerləşən əmək düşərgəsinə göndərilmişdir. Mehdi Fəyyazlının əldə etdiyi arxiv sənədlərdən məlum olur ki, Qasımov Qasım 17 dekabr 1981-ci ildə Rusiyanın Kemerov vilayətinin Marinsk şəhərində vəfat etmişdir. 1989-cu ildə Qasım Fərəcoğluna bəraət verilmişdir. 7 iyul 2021-ci ildə nəticəsi Mehdi Fəyyazlı tərəfindən Qasımlı kəndində Qasım kişiyə və Xeyrənisə xanıma məzar daşı qoyulmuşdur. Valideynləri Stalin repressiyasına məruz qalan Fəyyaz kişi bir müddət Masallı rayonunun Öncəqala kəndində yaşayan dayısı Qasımov Balağa Zeyni oğlunun himayəsində böyümüşdür. Balağa kişi 1877-ci ildə Öncəqala kəndində anadan olmuşdur. Sovet dönəminin dini təzyiqlərinə baxmayaraq, Balağa Zeyni oğlu gizli və açıq yollarla bölgə əhalisinin dini biliklərə çıxışını təmin etmiş, çox saylı şagirdlər yetişdirmişdir. Onlardan biri də Fəyyaz Fərəcov olmuşdur. Balağa kişi 1960-cı ildə vəfat etmişdir.
Fəryaz kişinin qardaşları Museyib və Seyfullah Fərəcovlar uşaq evinə verilmişlər. Ehtimala görə 1942-ci ildə Museyib Fərəcov uşaq evindən qaçmış və qatara minərək Əli Bayramlı rayonuna getmişdir. Orada onu görənlər sual vermişlər ki, haralısan, hansı kənddənsən? Museyib kişi Qasımlı kəndindən olduğunu söyləmişdir. Onu qatara mindirərək səhvən Gürcüstan, SSR-nin Qasımlı kəndinə göndərmişlər. Orada dəmir yolunda işləyən Salı Məmmədov adlı bir kişi onu görmüş və valideynsiz olduğunu öyrəndikdən sonra onu özünə övladlığa götürmüşdür. Museyib kişinin heç bir sənədi olmadığından ona yenidən sənəd düzəltdirmiş və öz soyadını ona vermişdir. Museyib kişi 1942-ci ildən Gürcüstan SSR Qardaban rayonu Candar kəndində Məmmədov soyadı ilə yaşamışdır. Fəryaz Fərəcov 1941-ci ildə Masallı rayon hərbi komissarlığı tərəfindən Sovet ordusu sıralarına çağırılaraq Rostov vilayəti Praxladnaya şəhərində yerləşən hərbi hissələrin birində xidmət etməyə başlayır. Krımın müdafiəsi uğrunda gedən qızğın döyüşlərdə qəhrəmancasına vuruşmuşdur. 21 iyun 1942-ci ildə cəbhədə olarkən İzyum şəhərində Xarkov ətrafı gedən döyüşlərdə başından ağır yaralanaraq Alman faşistləri tərəfindən əsir götürülür. Əsirlikdə olarkən Stalina, indiki Donetsk və Almaniyanın Ştrans şəhərlərindəki hərbi əsir düşərgələrində saxlanılmış, orada 4-5 ay qaldıqdan sonra İtaliyaya göndərilmişdir. SSR hökumətinin 10 saylı fərmanına əsasən 19 noyabr 1944-cü ildə İngilis komandanlığı tərəfindən 2909 nömrəli eşalona cəbhə dərinliyində mövqe tutan və bu qaydada yeriyən qoşun hissəsinə çatdırılmışdır. 21 noyabr 1944-cü ildə 12 nömrəli fərmana əsasən uzaq şərq mədənlərinə göndərilmiş və burada 1947-ci ilin aprel ayınadək işləmişdir. Daha sonra öz doğma kəndinə qayıtmış və Masallı rayonu Seybətin kəndində yaşayan Seyid Mir Hüseyin ağadan dini təhsil alaraq məsciddə Quran dərsi verərək öz biliyi və bacarığını gələcək nəsillərə öyrətmişdir. Mir Hüseyin ağadan aldığı dini təhsil onun həm elmi, həm də mənəvi inkişafında mühüm rol oynamış, ona dövrün dini ənənələrinə dərindən bələd olma imkanı yaratmışdır. Fəryaz kişi Qasımlı kəndində dini maarifləndirmə fəaliyyətini davam etdirmiş, İslamın əsaslarını təbliğ etmiş və əxlaqi dəyərlərin qorunmasında böyük xidmətlər göstərmişdir. Fəryaz Fərəcov 1947-ci ildə Fərəcova Sürəyya Hüseyn qızı ilə ailə həyatı qurmuşdur. Bu evlilikdən 1948-ci ildə Fərəcovla Fərəcov, 1950-ci ildə Sümbülə Fərəcova və 1951-ci ildə Sara Fərəcova dünyaya gəlmişdir. Fərəcullah 1958-ci ildə, Sümbülə 1954-cü ildə, Sara 1992-ci ildə vəfat etmişdir. Sürəyya nənə 1977-ci ildə Qasımlı kəndində vəfat etmişdir. Fəryaz kişi ikinci dəfə 1970-ci ildə Fərəcova Ayna Firudun qızı ilə ailə həyatı qurmuşdur. Bu evlilikdən 31 avqust 1971-ci ildə Lalə Fərəcova, 14 fevral 1974-cü ildə Afiq Fərəcov dünyaya gəlmişlər. Fəryaz kişi Qasımlı kəndinin nümunəvi ziyalılarından biri olmuşdur. Bu hörməti o öz zəhməti və xeyirxah əməlləri ilə qazanmışdır. Fəryaz kişi 1949-cu ildə kiçik qardaşı Seyfullah kişini uşaq evindən götürmüş və özü saxlamışdır. Museyib kişi hərbi xidmətə Gürcüstan SSR-dən getmişdir. 1956-cı ildə Məmmədova Gülü Salı qızı ilə ailə həyatı qurmuşdur. Övladları Məmmədov Qasım, Məmmədova Rəfiqə və Məmmədov Allahverdi Gürcüstan SSR Qardaban rayonu Candar kəndində dünyaya gəlmişlər. Museyib Qasımoğlu hərbi xidmətdə olarkən həmkəndlisi Rızayev Böyükağa Salmanoğlunu tanımış və ona bütün hadisələri danışmışdır.
Böyükağa Rzayev hərbi xidmətdən kəndə qayıtdıqdan sonra hər şeyi Fəyyaz Fərəcova söyləmişdir. 1965-ci ildə Fəyyaz Fərəcov həmən kəndə getmişdir. Əvvəlcə Salı kişiyə öz minnətdarlığını bildirmiş və onun razılığı ilə qardaşını ailəsi ilə birgə Masallı rayonunun Qasımlı kəndinə gətirmişdir. SSR Ali Sovetinin Rəyasət Heyətinin 27 yanvar 1957-ci il tarixli Alman faşist işğalçıları ilə döyüşlərdə və Böyük Vətən müharibəsi dövründə əsirlikdən qaçarkən göstərdiyi şücaətə görə keçmiş hərbi əsirlərin SSR-nin orden və medalları ilə təltif edilməsi haqqında fərmanına uyğun olaraq Fəyyaz Fərəcov Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə medalı və Böyük Vətən müharibəsində rəşadətli əməyə görə medalları ilə təltif olunmuşdur. Həmçinin 7 may 1975-ci ildə Böyük Vətən müharibəsində qələbənin 30 illiyi, 23 mart 1978-ci ildə SSR Silahlı Qüvvələrinin 60 illiyi, 30 noyabr 1980-ci ildə əmək veteranı medalları ilə təltif edilmişdir. 6 aprel 1985-ci ildə isə SSR Müdafiə Nazirliyi tərəfindən 2-ci dərəcəli Böyük Vətən Müharibəsi ordeninə layiq görülmüşdür. Fəyyaz Fərəcov haqqında aldığımız video müsahibələri sizlərə təqdim edirik. Fərəcov ailə, atamın adı Firidun, Işıqlar qızıya. Yoldaşımın adı Fəyyazdır. Fərəcov Fəyyaz. Masallı rayon Qasımlı kənd. Müharibəyə düşüb, beynindən yaralanıb. Gəldi qutardı əsgərliyin, gəldi evdə vətəndə öldü. Çox medallar verdilər, yardımlar verdilər. Hökumət, padarkalar verirdilər. Kolxozluqdan işləmişəm 12 yaşında. Özüm deputat olmuşam, partiyası olmuşam. İşləməkdən, kolxozluqdan işləmişəm 12 yaşından. Ta ki bu da mənim axırım. Özüm də işitdik, baş işitdik. Yardımlar, padarkalar verirdi hökumət mənə. Kardonları gətirərdilər, yığardılar evə. Allah canınızı salamat elə. Allah dünyadan gedənizi rəhmət elə. Mən Masallı rayonunun Eminli kəndində 41-ci ildə anadan olmuşam, orada doğulmuşam. Mən dünyaya gələndən sonra mən atamı aparıb 41 ilə 45-in müharibəsinə orada döyüşüb. Müharibə qutarandan sonra, bu gələndən sonra mən bunu daimi maraqlandım onunla, uşaq da olsam. Hardasa 9-10 yaşım vardı və belə. Maraqlandım ki, nətər döyüşdünüz, necə elədiniz? Dedi, Masallı rayonundan Qasımlı kəndindən bir Fəyyaz kişi var idi. Fəyyaz cavan oğlan, cavan adam var idi. O bir yerdə döyüşüb. Bu mənim yadımda qaldı, yaddan çıxmadı. Atama bir-iki dəfə dedim ki, gedəklərə qoy, mən də səndən uşağam da, maraqlanıram. Gedək məndən onu axtaraq tap da, mənim də yaddaşımda qalsın. Belə oldu ki, mən başladım 72-ci ildə mən mexanizatorçuluğa məşğul oldum. Məni verdilər Qasırlı Diyet Doyma Kurumska savxozudur özdə. Məni verdilər ora komandirovka. 3 il mən orada işləmişəm. Atam mənə maraqlı sözləri dediyi üçün mən də maraqlandım. Orada münasib adamlar var idi, ağsaqqallar var idi. Bir şəxs mənə dedi ki, mən onu sizinlə tanış eləyə bilərəm. Mən elə getdi, elə evdən onunla söhbət elədim. Dedim, atam mənə belə bir söz deyib, orada Fəyyaz kişi var, müharibə kisrəsi olublar. Bir yerdə olmur, otalarda olublar. Evə gələndə, müharibə qutarandan sonra, evə gələndə rastlaşıblar, bu mənə bu söhbət eləyib. İndi mən sizi görmək istəyirəm. Mən görmüşəm Fəyyaz kişini. Mən görmüşəm. Dindar adamdır, əhli Quran adamdır, Quran oxuyan adamdır. Çox gözəl, çox gözəl ağsaqqaldır, çox sadə adamdır. Çox başaşağı adamdır, öz zəhmətindən dolan adamdır. Müharibənin iştirakçısına görə buna veteranlıq adı veriblər. Yaxşı ağsaqqal idi, haqqı Fəyyaz kişi, Allah rəhmət eləsin, ağsaqqal idi. Həqiqi mənada ağsaqqal idi o. Həqiqi mənada ağsaqqal idi. Dəyərli bir ağsaqqal idi. O Qasımlı kəndində tanınmış
değerli bir ağsaqqalıydı. Allah rahmet eylesin. Onun hakkında kurtarmaz. Bir dastan danışaram, qutaran haqqacaq deyil. Çox nəfər deyim, məni qane eləyib onun söhbətləri. Əhli Quran, dindar, bir el ağsaqqalı. Allah rəhmət eləsin, qəbri nurla dolsun, yeri behişt olsun, cənnət ona nail olsun. Çox sağ olun, var olun. Mənim dediklərim, dəyərli sözlər budur. Mən Hüseyin Avqasım Balağoğlu, Özülər kəndi sakiniyəm. Siz dediyiniz bəyaz kişidən doğma büyüm olub. Rəhmətli anasını görməmişəm. Amma özü bizim ailəyə çox yaxın olub. O biri qardaşları, o büyüm oğlanlara işi vardı ki, bundan başqa iki qardaşı olar. Deyim olar ki, gəlməkləri görməmişəm. İşitmişəm, amma rəhmətli Fəyaz bizə çox gəlir. Uşaq vaxtından, atamın da sağlığında, atamdan sonra da gəlib gedərdi bir müddət. Sonra nəsə uzaqlaşdı, yaşlaşdı kişi. Onun səhvi məndə oldu, onda olmadı. Şimdi ondan sonra mən gedib onu yoxlamalıydım. Başım qarışdı işlə, büyün səhər, gedərəm, gələrəm, ay büyüm oğul, büyüm qaldı, büyümlə Səltənə büyüm vardı, onun doğma xalası idi. O onlara çox gedib gələrdi. Sonra atam olub, üç qardaş olublar, iki bal. Atam, böyük qardaşları atam olub, Balağa, Qasımov, Balağa, Zeynov, Qasımov, Xıdır, Zeynov, Qasımov, Sarat, Zeynov. Bir də iki baz olublar, Qilənisi ilə Səltənə. O vaxt maşın da yox idi. Əmələ uşaq olduğunu görürəm. Bu çaydan sel de olsaydı, Qasımla öncə qalan arasında çayda sel de olsaydı, soğuk da olsaydı, kış da olsaydı, isti de olsaydı, hiç olmasa bu bayramlarda gəlib yoxlayacaq. Heç. Yadıma belə gəlir mənim o. Gələrdim və əvvəl uşaq edim, bilmirdim. Sonra bilmirdim ki, o sənin düzgün oldu. Doğum. O da mənə dayı deyirdi. Həqiqətən dayısı rəhmətə gedirdim, mənə dayı deyirdi. Çok hoş sözler yapıyorum. Ağır adamıyla, ağır təbiətiyle. Göz adam var öyle deyim, gülür, ne bilmem belə değil mi? O öyle gelerdi, oturardı, ben söhbət ederdi. Nerede var, nerede yoktu, kimse derdi olsan. Ben 12 yaşında, 60. ildə mən matım rəhmətə gedib, elə dayısı. Başa düşdüm. Elə bir bizi, anam elə bir sağır sağlamışdı. Ona göre gəlib yoxluyordu ki, sizə dəyib dorşan var pişətdə. Yani demezsem o dereceye kadar biz yoxlayardı. Kəndin ağsaqqallarının biriydi, sizin kəndin. Biraz ona belə həqiqi də molladı deyərdilər. Kənd hamısı onun haqqında müsbət fikirliydi. Mən fəxr edirdim həqiqətən. Deyirdim ki, Qasım bəy istə mən bir söyləsə deyərəm, mən bir oğul. Bizə deyərdi, deyərdim, sən bəyəndə gəlmişsən, ayday oldu. Fırtın gəldənə, oraya görmüşsən, kişi olmuşsan, kişiləşmişsən, aynəmişsən, belə şeylər deyərdi. Sonra gittim, başda okudum, tarih məktebi, geldim işledim. Ay yavaş elə bir dil yoxlayarım, o da o düşdü qocalığına, mənə cavan. Elə ağlım kəsəndən sonra bir 15 il, 20 il müzəsin mən onu gelib yoxlaya bilərdim. O düşdü onun qocalığı vaxtına səhv mənim oldu. Həqiqətən səhv mənim oldu. Müzəsin gedib dinləməyə gedərəm də nə oldu. Adam da belə anlamırdım. Bu anlarda olmamışam. Düşünməmişəm ki, onun ünvanına desinlər nəsə, nə bilim, lazımsız sözlər danışıb, lazımsız hərəkətlər eləyib. Güzel adı kim molla olan mollada nə olar? Rəhmətli gəlmişdim. Daha o son günlərində aralamışdı bilmirəm, amma bədəni bazburutlu kişi. Allah ölənlərimizin hamısını qəriq rəhmət edək, vasili cənnət olsun. Bismillahirrahmanirrahim. Hamınızı salamlarım Allah'ın büyük adımla. Görülen işten xeyir olar. Ben Həsənova Həmayin, əziz kızım. Ben de 3-cü ildə Masallı rayonu Minni kəndində dünyaya göz açmışam. Atam bir gün evimizdeydim. Bir müddət idi. Masallıya 9 may qələbə günü bunları çağırdılar. Bir gün getdi və bunlar medalla, bunlar mükafatla gəlirdilər.
Gəldi dedi, sevincimin hədudu yoxdur. Dedim, oğlum ata, məndən çox həmsöhbət olardı. Yığdı uşaqları başına. Dedi, bugün elə bir mənim gözəl günüm olub ki, mən müharibə çiyin-çiyinə vuruşduğum yerlərdə ən gözəl dostumu görmüşəm. Maşallah, din xadimidir. Həmi orada vətənə xidmət elədi, medallarla qayıtdı. Çox çətinliklərlə. Həmi də gəlib burada, o din xadimidir. Quran oxuyur gözəl. Gözlərim doldu. Dedim, kimdir o, hardandır? Dedi ki, Masallı rayonunun Qasımlı kəndindən. 1979-da atam rəhmətə gedib. Ona qədər bunların salaməlikləri olub. Veteran idilər. Çətin günlərin dostu idilər. Ta ora qədər. Ondan sonra mən gəldim Neftçala rayonuna. Dinim təhsilim var idi, nənəm Gül Xuddam idi orada. Orada mən Sayad nənəm var idi. Orada məscidə xidmət edirdik. Masaların Həsənli kəndindən Molla Qulam Hüseyin var idi, dayım, anamın dayısı. O da bacısı ilə gələrdi orada, yaşlı adamlarla. O dayım tanıyırdı. Çünki bunlar mədrəslərdə olurdular, din xadimi idilər, çətin günlərdə. Qulam Hüseyin dayım da onu tanıyırdı. Cınaqlı başıydılar. Yəni, gözəl kişi idi, hörmətli izzətli. Sonra mən gəldim Neftçala rayonuna, yenə dinlə məşğul oldum. 93-cü ildə şəhid ailələrinə, indi bugünə qədər. Neftçala rayon mərkəzi məscid İmam Zaman adlı olan məsciddə, orada icma üzvüyəm. Özümdən danışanda yeriyə qaydıram. Sözümün canı odur ki, tayfanın ən gözəl ailə və ziyalı ailəsidirlər onlar. Sosial şəbəkədə mən ürəyim istədi. Atam da düşdü yadıma, o da düşdü yadıma, hər ikisi. Onları xatırladım, onlara Quran oxudum. Onların da xanımlarından Quran oxuyanlar var. Balaları ziyalı evlatları məlumat aldım. Ziyalı evlatları Qasımlıya hübrə gedəndə, onda mən gedəndə o ata sağ idi. Məclisdə ondan danışırdılar. Bunlar burada dünyasını dəyişdikcə ora aparırdılar məclisə. Çox gözəl ata, çox gözəl insan. İndi məlumatım var ki, sən nə var? Valideynlərdən danışanda adam da olur. İndi elə çox uzun dostluq olmur, amma bunların evlatları çox gözəldir. İstəyərdim ki, bunların evlatlarından da mən salam mələkəyim. Elə gözəl insanlar, çətin dildə gözəl insanlar tapmaq. Məlumatım var da, maşallah, sosial şəbəkə şəraitində yaşayırıq. Hər şeydə məlumatımız var. Allah devlətimizdən razı olsun. Çox gözəl şərait yaradıb bizim üçün, hər şey var Allahın rızasının izni ilə. Ona görə mən onları xatırlayıram, ruhuna dualar oxuyuram və yolum düşsə gedərəm o məzarını ziyarət edərəm. Din xadim olub o. O atalar kimiyədirlər, gözəldirlər. Sağ olsunlar deyir validi, onun evladları, onun törəmələri yolunu aparırlar. Gözəl bir tayfan insanlar. Allah razı olsun. Əs-salamu aleykum və rəhmətullah və bərəkat. Allahdan sizin hamınıza dilək diləyirəm. Çox sağ olun. Fəyyaz kişinin nəvələri öz qəhrəman babaları ilə qürur duyur. Fəyyaz kişinin adını, bugün onun nəticəsi 27 noyabr 2024-cü ildə anadan olmuş Fəyyazlı Fəyyaz Mehdioğlu davam elətdirir. Allah mübarək eləsin, bir-birlərinə mehriban olsunlar. Allah bütün müsəlman aləminin gələcəyini xoşbəxt eləsin. Fəyyaz Fərəcov uzun sürən xəstəlikdən sonra 19 may 1998-ci ildə Masallı rayonunun Qasımlı kəndində vəfat edib və elə oradaca kənd qəbristanlığında torpağa tapşırılıb. Allah rəhmət eləsin, məkanı cənnət olsun.